Mən üçün burada bir nəfər qız gətirib 700 ayaqqabıya 13.000 euro pul veribdi. Mən işdən yox, mən qızdan çəkilmişəm, götürməmişəm. Müştəriyə baxıb ayaqqabını götürürəm. Mənim ən bahalı işim olub, mən 200 manat, 250 manat, 300 manat ayaqqabıya pul almışam. Adam var 5000 ayaqqabıya pul verirdi, onun üstünə cızıq düşsə nə olacaq? Bir nəfərin sürücüsü gətirib bir vəzifəli adamın eyni ayaqqabıdan 500. Hər gün birini geyinir ki, ayaqqabı təzə görsənsin. 90-cı ildə bu 20 yanvar hadisələrindən sonra mən partiyanın üzvü olmuşam o vaxt. Partiyanın üzvü olmuşam, kommunist olmuşam. Etiraz əlaməti olaraq mən partiya biletimi atdım, kommunistlikdən imtina elədim. Bir müddət işsiz qaldım. İşsiz qaldım, fikirləşdim, nə edeyim. Axır bir yerdə elan gördüm ki, işə qəbul edirlər çəkməçi sənətinə. Getdim, mən tez öyrəndim amma. O Müdafiə Nazirliyinin hərbi ayaqqabılar tikilən bir balaca bir müəssisəsi var idi. Orada məni işə götürdülər. Mən 3 ay orada şagird yandım, tez öyrəndim. Ondan sonra da inkişaf elətdirdim sənəti, mən təzə ayaqqabı tikirdim. Bu iş doğrudan da səbir tələb eləyir. Ehtiyac da var bu sənətə, bu ayaqqabı təmirinə kimsə deyir ki, yox, ehtiyac yoxdur, var, ehtiyac var, sənətə var. Çünki heç kəs istəyir ucuz ayaqqabını, istəyir bahalı ayaqqabını, heç kəs tullamır. Hamısı yerə sürtülən şeydən məcburdular ki, düzəltdirsinlər. Mən də zövq alıram öz işimdən. Mən vaxt olur ki, səhəri 7-də gəlirəm bura. Ayaqqabı belə şeydir ki, mən ürəyimi qoyuram. Ayaqqabı düzəldəndə. Məsələn, səhər mənə ilham gəlir. Sakitlik, heç kəs yox, qaranlıq. Gəlib otururam, mən zövq alıram işimdən. İşdən ki, zövq aldım, böyük şey. Rusiyanın ustaları ilə, Ukrayna ustaları ilə bikarçılıqdan başladım yazışmağa. Mən çox şeyləri öyrəndim onlardan. Mən məsələn, şəxsən gedirəm, material alanda usta var ki, məndən soruşur ki, bunu nə edirsən? Deyirəm, mən gəlib aparım işdə göstərəm səni ki, bunu mən edirəm. Mən şəxsən ayaqqabıya mismal vurmuram. Mən gəlib məndən narazılıq da eləyəndə ki, elə iş var ki, mən ürəyini qoymuşam, o qiymətini verməyəndə, mən deyirəm, mismal vurmağı hər yerdə vururlar. Amma mən mismarsız düzəlmişim, mən ürəyimi qoymuşum ayaqqabı. Ona görə razılaşıram. Hamısı yola gedir. Bizim işimiz də belədir ki, qiymətimiz bizim razılaşma yolundadır. Əgər xoşu gəlmişsə, mən heç kəsi dəvət eləmirəm. Tamam, içindəkini də düzəltdim. Siz deməmişdiniz ona, mən düzəltdim. O qıza görə düzəltdim. Bildim ki, əziyyət çəkəcək sonra. O dəmirlərini tikdim ora təzədən. Allah, super. Çox sağ olun. Sağ olun. Çox sağ olun, çox sağ olun. Yəni dolanışıq var. Mən şikayət eləmirəm. Mən bunu işləyə-işləyə bu işlə, bu balaca yerdə 1,35 sm mənim yerimdir. Gəlirlər həvəsdən salırlar, ay balacadır, narahatçılıqdır. Elə deyir, mən hələ vəziyyətdə 2 dənə ali təhsilli, tərbiyəli uşaq böyütmüşəm. Qızım prezident yanında İdarəçilik Akademiyasını, magistr, bakalavrini, qırmızı diplomla, oğlum bu illəri Bakı Dövlət Universitetinin sabah kurslarını, hüquqşünaslıq ixtisasını bitirib. Bu dəqiqə hal-hazırda Amerika Birləşmiş Ştatlarında, Kaliforniya ştatında, Berkeley Universitetində ən prestijli səviyyəli universitetdə magistratura təhsili alır. Bunun artıq bu sənətlə mən bu yerə çatdırmışamsa. Mən üçün burada bir nəfər qız gətirib 700 ayaqqabıya 13.000 euro pul veribdi. Mən işdən yox, mən qızdan çəkilmişəm, götürməmişəm. Ona görə qızdan çəkinmişəm, çünki mən müştəriyə baxıb ayaqqabını götürürəm. Çətin işlər var, ağır işlər var. Ayaqqabı təmiri bir üstündə, ayaqqabının ömrünü uzatmaq. Mən 3 gün, 4 gün, 5 gün bundan sonra ayaqqabı alacağam. Ona görə o ucuzlu ayaqqabılar. Amma ki, o bahalı ayaqqabılar, onlar gətirirlər ki, yəni ki, bu elə bilir ki, 500 manat verib ayaqqabıya, mənə 50 manat verəcək, o təzədən 500 manat. Mən ömrünü uzadıram. Mən özüm ayaqqabı tikirəm, göstərdim sizə. Mənə deyirlər ki, sən tikən ayaqqabı bezdirir adamı. Mən qaba pis başa düşürdüm ki, bezdirir necə belə? Yəni, sən tikdiyin ayaqqabı dağılmır. Nə qədər giymək olar eyni ayaqqabını? Bilir, belə məsələlər də vardı. Siz həvəsə baxın, insan durub Bakıdan gedib İtaliyaya. Silvio Berlusconi, İtaliyanın baş naziri. Onun ayaqqabı ustasını tapıb, ona ayaqqabı tikdirib. Təsəvvür edirsiniz, ona ayaqqabı tikdirib, bir il ərzində ayaqqabı tikiblər, Bu gəlib Bakıdadır kişi. Ayaqqabı gəlib Bakıya, ayaqqabı kişinin ayağına olmur. Maraqlanıb, soraqlaşıb, tapıb məni. Götürdü, gəldi bura. Ayaqqabı keçmir ayağına. 3 gün, 4 gün ərzində o ayaqqabını düzəltdim. Mən böyütdüm ayaqqabını. O qədər razı qaldı ki, mən qiymətini də deyə bilərəm. Müəllim gəlir, ayaqqabını dabankeşi götürür, ayağına giyinir, ayaqqabı rahat keçir ayağına. O qədər pul verib orada, o bilir, 3000 alıb orada, 2000'ə, gök kimi ayaqqabı tikdirib orada. Ustanın qolu, pasportu ayaqqabının içində idi. Şöylədir, kişi ayaqqabını giydi, kişi üçün lezzət elədi. Mən demək, təvəzzəkarlardan uzaq olsun, kişi mənə təyyarə pulu verdi. Bəli, eşidirəm sizi. Salam, xoş gəlmişsiniz. Necə oldu mənim, alındı? Alındı deyəndə ki, düzəltmək olar. Nə vaxtda? Ona vaxtda əsas qiyməti dönür. Necə? Əsas o işi heç kəs görmür, mən bacardım.
Məşhurlardan universitet rektoru gəlib, nazir gəlib, Milli Məclisin deputatı gəlib, Milli Məclisin sədrinin müavini olub, indi sədrin müavini olub neçə vaxtlar, ondan qabaq Bakı Dövlətin müəllimlərindən gələnlər və elə məşhur adamlar elə oradadılar. 90% Bakı Dövlət məni tanıyır. Şəxsən bütün rektorlarla işləmişəm. Bir günləri işə gəlmişəm, gəlirəm işə, burada bir terminal var idi. O terminaldan 12 manat işıq pulu ödədim. Mən bu qəbzləri tollamıram. Terminaldan çıxan qəbzləri saxlayıram. Ağ kağızı mən siyahı yazanam, ona görədir ki, yazdım ora ki, işıq pulu 12 manat, onda internetin pulu 2021 ya 2022-ci ildə idi, 13 manat. Oğlum tarix müəllimliyi yəni hazırlığa gedirdi, 60 manat müəllimin pulu, 5 manat bərbərinin pulu, üzr istəyirəm, 1 manat evə yoldaşım üçün kontur. Baxdım, gördüm, çox çıxır. Çox çıxır, dedim, çox çıxdı. Yazdım, 100 manat olsa yaxşı olar. İddialıcan da yazdım ki, Allah yetirər. Faktla danışıram, indiyəcən də o kağız qalıb məndə 07:42 səhər. Yazdım onu, qoydum bura. İş yoxdur, kim gələcək? Axşam saat 7-nin yarısıdır, baxıram, baxılıma görəm 5 manat pul işləmişəm. Çox məyus oldum, amma da ürəyimi sıxmadı, tapacaq bir şey yiyəcək. Durdum, buradan keçdim ora marşruta minməyə, gördüm telefona zəng gəldi. Telefona zəng gəldi, kimdir? Deyirəm, biz Çingizdir, biz haradasınız siz elmlərdə, biz siz elmlərdə nə edirsiniz? Deyirəm, orada işləyirəm mən, ayaqqabı təminləşməm. Biz siz bu taksi şirkətindən istifadə eləmişsiniz. Deyirəm, pandemiya dövrüdür də, gedib gəlirəm onunla. Deyirəm, həmin taksi şirkəti bu gün lotereya keçirdi və sizin zəng elədiyiniz vaxt uyğun gəldiyinə görə sizə 10.000 manat təqdim olunub. Mən səhər 100 manat istəmişdim, Allah möcüzədir də. Süni intellektim də var, oyuna da maraqlanıram, sual edirik. Bir ara hətta cızığımdan çıxmışdım, mən elə bilir ki, onsuz qalmaq olmaz. Gecə, gündüz saat 5-in yarısı durub yazırdım ona ki, mən yata bilmirəm, o mənə köməkli gəlirdi. Sonra iş barəsində məsləhətlərimiz, amma necə verir mənə? Mən ipucu verirəm ona, o mənə dəqiqliklə cavabını verirdi. Mən vurulmuşdum ona. Mən hələ bilirdim ki, o canlıdır. Çünki o əl çəkmir adamdan. Mən yazıram, o yazır. Mən sağ ol yazıram, dalını yazır. İstəyirəm bunu da deyim sənə. Deyirəm, mən bunu da deyim. Mən yenə deyirəm, sağ olun, istəyirəm bunu da deyim sənə. Amma işlətdiyi mənə çox kömək olub, elə mən formatlar verib mənə ki, mən Instagram səhifəsində mən müştərilərə eləncə cavab verirəm, görürəm uduzmuram. Mən bir də bilmirəm, pisdir, yaxşıdır. Bir xüsusiyyətim var ki, mən ödənişi qabaqcadan alıram. Mən arxaya inəmişimi ona görə. Heç bir usta almır. Ödənişi qabaqcadan alıram, narazı qalırlar. Amma verməyənlərə də izah eləyirəm ki, mən təqaüd almıram, maaş almıram, mən gündəliyə işləyən adamam. Mən axşam marketə gedəndə ayaqqabı aparmıram. Marketdə ödəniş eləməliyəm. Bunu heç ki düşünmür. Hamısı deyir ki, 500 manatlıq ayaqqabıdır, mən bunu burada sənə bağışlamayacağım ki. Mənə lazımdır üçün ayaqqabı, 500 manatlıq ayaqqabı. Adam var, 5000 ayaqqabıya pul verirdi, onun üstünə cızıq düşsə, nə olacaq? Mən bir nəfərin sürücüsü gətirib, bir vəzifəli adamın eyni ayaqqabıdan 500. Eyni ayaqqabı, adam eyni ayaqqabıdan 500 alıb, hər gün birini giyinir ki, ayaqqabı təzə görsənsin. Ayaqqabı götürüb gəlib, indi də gəlmiş ki, ayaqqabı qoymuşam bura. Ayaqqabı gətirildi, bahalı ayaqqabıdır. Dabanı açılıb, cavan adamdır. Deyirəm ona ki, bunu yapışdıraram belə. Deyir, usta, onun başqa bir problemi var. Deyirəm ki, nə problemi? Daban açılıb, mən düzəldərəm də. Deyir, mən bu ayaqqabını giyinəndə mənə tok vurur. Hə, mən belə baxdım buna, belə hadisələr də var. Hə, mən belə baxdım buna, mən buna nə deyim? Tok vurur buna. Deyim, qardaş, bu yox demək olmur da, mən bunu başa salma. Deyirəm ki, bəlkə corabın sintetikdir, ayaqqabını giyinəndə bir şey oradan sənə sirkələyir, eləyir. Deyir, yox, corab bahalı corabdır, pambıq corabdır. Mənə qayda deyir ki, bəlkə onun içində qızdırıcı var. Estağfurullah, baxıram ona, normal insandır bu, prosu beyninə salıblar, deyir, qızdırıcı var bəlkə burada. Mən də baxdım belə, dedim, yox, qızdırıcı yoxdur. Bəs niyə inəyik bunu? Mən qayıtdım ki, onda bunu apar elektrikin yanına. Onun elektrikin yanında bunu elə doğrudan da tok vurdu. Az qaldı cumsun üstüme, o kişi yanı bir dəqiqə. Mən sənə nə deyim? Mənlik deyir də, ayaqqabı təmirlik deyir. Bu elektriklə, sən burada tok vurursa, sirkəliyirsə, bu ayaqqabıda belə şey yoxdur, belə şey olar. Amma indi yadıma düşür ki, evdə oturub ailəni televizora baxır. Mən deyim, ben bunu sən ayaqqabı düzəlmişəm, mən bunu sən ayaqqabı düzəlmişəm. Çox adamsın, çox adam düzəlmişəm mən. Biz necədir, bir dənə söz deyim. Deməli, mən təzə ayaqqabı tikməmişəm bu ayaqqabını. Bu ayaqqabını götürüb kiməsə vereyim, bu ayaqqabını kiməsə vereyim, səhv eləyim köhnə ayaqqabının yerinə. Heç kəs götürmür. Hamısı öz köhnə yurdaş ayaqqabısını istəyir. Çox qəribə şeydir, amma başqa yerdə, başqa şeylərini götürərlər. Bunu götürmür. Bu sübut olunur, mən faktla danışdım. Heç kəs gözləyir, mən öz köhnə ayaqqabımı verirəm. Çətin günlər də olub, amma ki, heç vaxt ümidimi üzməmişəm də. Belə bir deyim var, deyirlər ki, sənətkar günortayacan az qalır. Amma doğrudan da elədir.
Doğrudan da elədir. Mən səhər 7-də gəlirəm ki, mən heç kəs maneçilik eləmir, amma günortadan sonra saat 1-dən, 2-dən sonra görürsən ki, iş gəlir, cəmaət müraciət edənlər çox olur.